Rusiya Dövlət Dumasında əmək miqrantları ilə bağlı yeni qanunvericilik təşəbbüsləri müzakirə olunubdur və bu sahədə nəzarətin daha da sərtləşdirilməsini nəzərdə tutan layihələr ilk oxunuşda qəbul edilibdir. Təklif olunan dəyişikliklərə əsasən əmək miqrantları özlərini və ölkə ərazisində yaşayan ailə üzvlərini region üzrə müəyyən edilmiş minimum səviyyədə təmin etməyə borclu olacaqlar. Bununla yanaşı, hər bir miqrant üçün sabit avans ödənişinin tətbiqi də nəzərdə tutulur. Yeni qaydalara görə bu tələblər yerinə yetirilmədiyi halda miqrantlar iş icazəsi və ya patent verilməyəcəkdir miqrantlara və mövcud sənədlər ləğv olunacaqdır. Eyni zamanda onların Rusiyada qalma müddətinin qısaldılması da mümkün olacaqdır. Bundan əlavə, vergi orqanları və Daxili İşlər Nazirliyi xarici vətəndaşların gəlirlərinin olub-olmamasını mütəmadi yoxlamaq səlahiyyəti əldə edəcəkdir. Qanun layihəsində diqqət çəkən məqamlardan biri də odur ki, qazanc məqsədi ilə Rusiyada yaşayan şəxslərin övladları 18 yaşına çatdıqdan sonra 30 gün ərzində ölkəni tərk etməli olacaqlar. Həmçinin xarici vətəndaş il ərzində 10 aydan az işləyibsə, ona müvəqqəti yaşamaq icazəsi, yəni VNJ verilməyəcəkdir və ya bu sənədlər ləğv ediləcəkdir. Bəzi hallarda aylıq sabit avans ödənişlərinin artırılması da nəzərdə tutulur və Dövlət Dumasının rəhbərliyi hesab edir ki, bu dəyişikliklər əmək miqrantlarının fəaliyyətinə nəzarəti gücləndirəcəkdir, onların gəlirlərinin şəffaflığını təmin edəcəkdir və ölkədə qanuni qalma qaydalarının daha effektiv icrasına şərait yaradacaq.